Herkese salam. Arkadaşlar, bilmirəm YouTube'da bizim 200.000 kutlamamıza baxdınız mı yoksa yok. Ama TikTok için de paylaşmıştım. Burada Şəhriyar yıxıldı bu arada. TikTok için de burada da Əsnad yıxıldı. Yıxılana da göz var, nəzər var. TikTok izləyiciləri üçün də çəkmişəm. Dedim sizlərlə də bölüşüm. YouTube'da bu arada bizi hələ də izləməyənlər varsa xahiş edirəm, bizi izləməyə alın. Bu günü demək olar ki, izləyicilərimizlə birlikdə keçirdik. Çünki Cafe La City-yə getmişdik və biz bundan öncə orada YouTube videosu paylaşmışdıq. Getdik, gördük nə bütün izləyicilərimiz ad günlərini, xoş günlərini burada keçirtməyə gəlibmiş. Çoxsu ilə qarşılaşdıq. Özümüz də üzülürdük ki, 200.000'i tək keçirdəcəyik, amma hamı oradaymış. Bura oğlanlar üçün ad günü otağıdır. İçərisində Smart